Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, müştərilərimiz var. Müştərilərimiz ki, hansı ki deyir ki, mən ancaq dəniz yolunda ev istəyirəm. Hansı ki dəniz yolu restoranlar küçəsi adlanır. Güney Azərbaycan küçəsi, Buzovna Mərdəkan şosesi. Buzovna Mərdəkan şosesi. Təzə bəyaz restoranı var. Hansı ki Vətən restoranının yerində bəyaz restoranı açılıb. Düz bəyaz restoranın arxasında. Dəniz yolunda, mərkəzi yoldan 200 metrlik məsafədə sizə 5 sotun içərisində baxın, belə bir ev təqdim edirəm. Bu evi mən çoxdan çəkmişdim, amma sizə indi deyirəm ki, əgər bu evdən kiminsə xoşu gəlirsə, gəlsin, baxsın, sizlər üçün bizim müştəriyə ev sahibi böyük bir endirim eləyəcək. Endirimimiz çox olacaq. Çox gözəl, qəşəng, qismən əşyalı bu ev bugünkü gündə start olaraq 535 min manatdır. Amma yenə deyirəm sizə, söz verirəm, bizim müştərimizə ev sahibi yaxşı endirim edəcək. Paket kupçalıdır. Torpağın da, evin də kupçası var. Yerləşmə yeri, bir daha söyləyirəm, super bir yerdədir. Çox gözəl bir yerdədir. Ekskluziv yerdədir. Belə deyim, bu yolda, demək olar ki, bu yola, bu qədər yaxınlıqda belə bir ev və yaxud da başqa bir ev yoxdur. Evin daxilində, bax, orada döşəməsi isti döşəmə olan yayqış mətbəxi və yaxud da söhbətgah alınarsa söhbətgah, aşma hovuzdur, 4 metrənin 7 metrəyə. Həyət üçün nəzərdə tutulmuş burada sanitar qovşağıdır. Evin hər tərəfinə fırlanma olur. Bura yataq otağıdır, bura isə mətbəx otağıdır. Bir daha söyləyirəm, bu evi çəkməyimin səbəbi yerləşmə yeridir. Bir də yaxşı endirim olunacaq deyə, onun üçün bu evi çəkib sizlərə təqdim edirəm. Keçək evin daxilinə. Gəlin, bura. Evin ümumi giriş hissəsini gördünüz. Qonaq otağı, geniş böyük bir qonaq otağı, əşyalıdır. Qonaq otağında demək olar ki, bugünkü gündə hər bir şey var. 5 sotdur, 200 kvadrata yaxın, 180 kvadrat yaşayış sahəsi var. 4 otaqlı ev, bir daha söyləyirəm, yaxşı endirimi olacaq inşallah. Dəhliz baxın, geniş böyük bir dəhliz var. Çox qəşəng bir dəhlizi var, genişdir. Tikintiyə, təmirə, keyfiyyətə söz ola bilməz. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Evin daxilində yerləşən çamaşırxanadır, texniki otaqdır, hamısı birlikdədir. Bu birinci yataq otağıdır. Bura ikinci yataq otağıdır. Burada əkiz qapılarla təchiz olunmuş, təmir olunmuş mətbəx otağıdır. Geniş böyük bir mətbəx otağı var. Mətbəx otağının iki pəncərəsi, vitrin pəncərə şəbəkə həm hovuza, həm də evin ön hissəsinə baxır. Mətbəx mebeli çox səliqəli olaraq yığılıb. Tam mərkəzdə ada var, qaz sobası, su hövzəsi, bir də orada sobalar qoyulub. Sonda isə sizə yataq otağını təqdim eləyəcəm, hansı ki, daxilində sanitar qovşağı var. Sizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. Bir daha söyləyirəm, yaxşı endirim olunacaq, qiyməti isə 535 min manatdır.